Qəbul tipli maraqlı bir test nümunəsinin həllinə baxaq. Bizə verilmişdir kalium nitrat, gümüş nitrat və mis nitrat qarışığının tam parçalanması zamanı alınan məhsulların mol sayını zamanası qrafiki verilmişdir. İlkin qarışığın ümumi mol sayını müəyyən edin. Qrafikdə görürük ki, 5 mol NO2 alınmışdır, 4 mol oksigen qazı alınmışdır. Ümumilikdə, yəni qarışıqda cəmi parçaladıqda hər üç qarışığı, hər üç duzu daha doğrusu parçaladıqda üstə metal isə 3 mol alınmışdır. Buradan deməli, gəlin hər bir duzu, nitratın duzunu parçalayaq. Kalium nitratı parçalayan zaman aktiv metalın nitratı parçalayanda kalium NO2 duz plus oksigen qazı verirdi. Bunu əmsallaşdırmaq üçün bura bir 2 atarıq. Burada 2 atsaq oksigenlərin sayı düzəldi. Bəli, düzəldi. Hamısının sayı düzəldi. Sonra gəlir gümüş nitrat. Gümüş nitrat parçalanan zaman alınacaq. Deməli, gümüş pozitiv metaldır. Gümüş özü plus NO2 qazı və plus oksigen alınır. Burada da bu şəkildə əmsallaşdırırıq. Sonra gəlir növbəti, deməli, növbəti hansıdır? Mis 2 nitrat, kuprum NO3 2. Bəli. Burada parçalanma zaman orta aktiv metaldır. Misin oksidi, mis 2 oksid plus NO2 və plus oksigen qazı. Azot dioksid daha doğrusu. Burada əmsallaşdıran zaman duza 2 mol yazırıq, oksidə 2 mol, yenə turşu oksidinə də 2 mol yox, 4 mol turşu oksidinə gələn zaman əmsallar düzəldir. Və nə eləməliyik? Burada görürük ki, reaksiyada alınanmadır. Ümumi hər üç reaksiyada cəmi NO2 alınmışdır 5 mol, oksigen alınmışdır 4 mol və metal alınmışdır 3 mol. Biz burada gəlin hər bir maddənin ümumi sonda bizə qarışığın ümumi mol sayını istəyirsə, nə eləyərəm? Buna X ilə götürərəm, bunu Y ilə götürərəm və bunu Z ilə götürərəm. Bu zaman baxın birincidən. Birinci NO2-dir. NO2 5 mol almışdır. NO2 görürəm ki, 2 reaksiyada alınmışdır. Yəni ki, 2Y-dirsə, burada da 2Y-dir. Z ilə götürmüşəm üçüncünü, onda burada da 4Z-dir. Və buradan yazıram ki, 2Y plus 4Z bərabər nəyə? NO2 reaksiyada göstərilir ki, 5 mol olmuşdur 5-ə. 5 mol alınmışdır. Sonra O2 hər üç reaksiyada vardır və hər üç reaksiyada birinci reaksiyada X mol eləyəcək, ikinci reaksiyada X mol, üçüncü reaksiyada isə daha doğrusu ikincidə Y mol oksigen qazı və üçüncüdə isə Z mol oksigen qazı alınır. Şimdi bunları cəmləyək. X plus Y plus Z bərabərdir neçəyə? Oksigen deyir ki, ümumi 4 mol alınmışdır. Metal bəs metal baxıram ki, metal hardadır? Metal yalnız bu reaksiyada gümüş alınması. Və burada 2Y-dir. Y yazdığı bura. Oldu 2Y. Metal, yəni gümüşün əmsalı 2Y-dir. Ümumi alınması deyir 3 mol alınmışdır. Buradan mən Y-i tapa bilərəm. Y yazsam da Y olacaq 1/5. Həmin bu qiyməti də buraya yaza bilərəm. Y-in qiymətini. Olacaq 2 vurulsun 1/5. Üstə gəlinsin 4Z bərabərdir 5-ə. 3 plus 4Z bərabərdir 5-ə. Buradan 4Z bərabərdir 2-yə. Z də bərabərdir 0,5-ə. Aha. Z-i də tapdım. Deməli, Z-i tapdım. Burada Y-i tapmışam. X-i necə taparam? Bura yerinə yazmaqla. Deməli, Y-i tapdım. Burada yerinə qoyuram hər birini. X qalır. Üstə gəlsin Y-in qiyməti 1,5. Üstə gəlsin Z-in qiyməti 0,5. Bərabərdir 4-ə. Buradan X də bərabər olacaq. 1/5 üstə 0,5 eləyər 2. 2 keçər sağ tərəfə 4 çıxılsın 2. Eləcək 2. X-i tapdım ki, oldu 2. Və sonra burada deməli artıq qazları, duzların yerinə qoyanda, duzların X-lərin, Y-lərin, Z-lərini yerinə qoyanda əmsallarını tapa bilərik. Burada X-i tapmışam. X-i tapdım 2. 2 vurulsun 2 neçə olacaq? Bu kalium nitrat olacaq 4 mol. Gümüş bəs, gümüş nitrat. Y-i tapmışam 1/5. 1/5'i vuracam onun öz əmsalına. 2-yə eləyəcək 3 mol gümüş nitratım. 3 mol gümüş nitrat. Və sonraki addımda mis nitratı da. Misin Z-ini tapmışam burada 0,5. Və öz əmsalı da mis nitratın 2-dir. Mis 2 nitratın öz əmsalı da 2-dir. 2 vuracam Z-ə. Z-in qiyməti 0,5. 2 vurulsun 0,5 elədi 1. Bəli, gəlin duzların indi molların cəmliyi 4 mol bu idi. İkinci olan 3 mol, üstələ yazın 1 mol elədi 8. Bəli, cavab A bəndi. Zəhmət olmasa videoyu izahı bəyənin, dəstək olmağa çalışın. Çox sağ olun.